Deməli, birinci quizin izahını verirəm. Hansı suallar ki səhvdir, həmin sualların mən izahını verəcəm indi sizə. Deməli, üçüncü sualımız səhvdir. Deyir, aşağıdakılardan hansı doğrudur? Bütün cüt sadə ədəd yoxdur. Cüt sadə ədəd yoxdur, var. 2 deməli sadə ədəddir, həm də cütdür. Amma burada isə deyir ki, yoxdur. Bütün sadə ədədlər təkdir. Yəni, bütün sadə ədədlər tək deyil. Yəni, bütün həmişə ümumiyyətlə bütün, hamısı bu tip anlayışlar olanda bilin ki, yəni səhvdir. Sonra bir sadə ədəddir. Bir nə sadədir, nə də mürəkkəbdir. Onu qayda kimi yazdırmışdım mən sizə. Tək ədədlərin müəyyən hissəsi sadə ədəd deyil. Baxın, burada deyir ki, bütün sadə ədədlər təkdir. Burada deyir ki, bütün tək ədədlərin müəyyən hissəsi sadə ədəd deyil. Yəni, cüt, məsəl üçün, deyir ki, bütün sadə ədədlər təkdir. Axı, cüt də var axı. Yəni, 2 də cütdür, amma sadədir. Ona görə doğru cavabımız C bəndidir. Sonra D bəndimizə baxaq, 4-cü sualımıza baxaq. 10 ilə 25 arasında neçə sadə ədədimiz var? 10 ilə 25 arasında 11, 12 yox, cütdür, 13, 14, 15, 16, 17 var, 19 var, 23 var və 25 də olmaz çünki mürəkkəb ədəddir. Neçədən sadə ədəd oldu? 1, 2, 3, 4, 5. Deməli, B bəndi. Sonra 5-ci suala baxaq. Aşağıdakılardan hansı doğrudur deyir. Aşağıdakılardan hansı doğrudur? Deməli, deyir ki, sadə ədədin bölənlərinin sayı 2-dən azdır. Sadə ədədin bölənlərinin sayı 2-dən azdır. Xeyr, sadə ədədlər dedik, hansı ədədlərdir? Yəni, 2 böləni olmalıdır. Biri özünə bölünür, bir də vahidə bölünür. Burada isə deyir ki, 2-dən azdır. Az deyə bu səhvdir. 2 mürəkkəb ədədin cəmi sadə ədəd ola bilməz. 2 mürəkkəb ədədin cəmi sadə ədəd ola bilməz. Ola bilər, yəni elə ədədlər toplamaq olar ki, o bizə sadə ədəd verə bilər. Sonra 2 sadə ədədin cəmi sadə ədəd ola bilməz. 2 sadə ədədin cəmi sadə ədəd ola bilməz. Ola bilər. O da yəni ki, ola bilməz səhvdir. Yəni 2 dənə sadə ədəd toplaya bilərik ki, o da bizə yenə də sadə ədəd verə bilər. A-da görək nə deyir? Bizə doğru olan variantı soruşur. 2 sadə ədədin hasili sadə ədəd ola bilməz. Baxaq görə 2 sadə ədədin hasili. Məsəl üçün 2 vurulsun 3 sadə ədəddir. 3 deyirkin 6 cüt verdi bizə. Amma burada deyir ki, sadə ədəd ola bilməz. Sonra cüt verdi. Aha, hasil deyəndə ümumiyyətlə hasildə yox, artıq fərqlidir. Çünki hasildə həm dedik ki, həm özü sadə ədəd ola bilməz, düzdür, həm özünə bölünməlidir, həm o vuruqların birinə bölünməlidir. Baxın, həm 2 var, həm 3 var, həm 1 var. Yəni 2-dən çoxdur da. Ona görə deməli, 2 sadə ədədin hasili həqiqətən də sadə ədəd ola bilməz. Doğru cavabımız A bölüdür. Məsələn, başqa bir variant yoxlayaq. 2 sadə ədədin hasili sadə ədəd ola bilməz. Məsələn, deməli, sadə ədəd ola bilməz, yəni mürəkkəb olmalıdır. Məsəl üçün 5 olsun, sadə ədəd olsun, biri 3 olsun. 5 demək üçün 15. 5-in demək vuruqları hansılardır? 1, 3, 5. Həqiqətən də sadə olmur, artıq mürəkkəb olur bu. Ona görə də A bəndir. Sonra 7-ci sualda səhv olanlar var. Yəni, ancaq səhvlərimiz üzərində işləyirik. 7-ci sualımız səhvdir. 7. Ədədlərinin neçəsi sadə ədəddir? Baxaq görə ədədlərinin hansı sadə ədəddir? Deməli, sadə ədəd deyil. 55 5-ə bölünür, 11-ə bölünür, 1-ə bölünür. Yəni ki, bu sadə ədəd deyil. Səndən sadəsini soruşur. 59 var, 61 var, 72 cüt ədəddir olmaz. 75 sonu və 0 ilə 5 ilə bitən ədədlər 5-ə bölünür dedik. 79 bəli sadədir. 83 sadədir. 93 də 3-ə bölünür. 3-ə bölünür. O da sadə deyil. 3-ə bölünür, sonra 31-ə bölünür, alınmır. Deməli 1, 2, 3, 4 dənəsi var. 7-də deməli C bəndi. Cavabımız C bəndi. Sonra digər sualımız deməli 9-cu sualdır. Deyir, dosundan kiçik ən böyük sadə ədəd hansıdır? Dosundan kiçik olmalıdır və ən böyük sadə ədədimizi deyir bizə. Deməli, dosundan kiçik ən böyük sadə ədəd hansıdır? Dosundan kiçik nə gəlir? 89 gəlir. Deməli, 89 gəlir, 88, 87, 86, 85, 84. İndi bunlardan deyir sadədir. Ən böyük sadə ədəd soruşur. 89, aha. Dosundan kiçik 89. Deməli, baxaq görək. 89 nəyə bölünür? Heç nəyə bölünmür elə. 1-ə və 89-un özünə bölünür. Cavabımız elə 89 olacaq.
88 cütdür. Bax, cüt ədəddir 2-yə bölünəcək. 87 3-ə bölünür. Çünki rəqəmlər cəmi 3-ə bölünür. Bu da cütdür. Bu da 5-ə bölünəcək. 84 də cütdür. Amma 89 bölünmür. Deməli, bu birinci qoysun izahı idi. Bunu izahını verdim. Yəni bütün suallara hamısına diqqətlə baxın. Təkcə öz sualınıza yox.